Mən mühacirətə bəraət qazandırmıram heç vaxt. Öz oğlum da istəyirdi getsin, imkan vermədi. Dedim, qal, əgər sən fərasətlisənsə, iş bacarırsansa, burada iş qur. Azərbaycanda iş qur. Kantın bir sözü var. Deyir ki, bir işin yaxşı və pis olmağını müəyyən etmək istəyirsənsə, onu ümumiləşdir. Məsələn, yalan danışmaq pisdir. Ümumiləşdir. Heç kim yalan danışmasın. Nə baş verir? Heç nə. Daha yaxşı olar. Aydındır. Heç kim yalan danışmasın. İndi mühacirət yaxşıdır. Hamı mühacirət eləsin. Gəlin ümumiləşdirək. Bəs vətəndə kim qalacaq? Azərbaycanı kim yaradacaq, tikəcək? Burada bir psixoloqların bir idarəçi psixologiyasında, liderlik psixologiyasında çox sevdiyim bir fikirləri var. Demək olar ki, oxuduğum kitabların hamısında eyni prinsip gəlib. Təbii ki, eyni prinsipi hərə təzə prinsip kəşf eləmiş insan psixologiyasında olanlar. İnsan, böyük liderlər, uğurlu insanlar həmişə bütün məsuliyyəti öz üzərlərinə götürürlər. Deyir, uğurlu şirkət rəhbərinin əsas xüsusiyyətlərindən biri budur. Jim Collins yazıb Good to Great, Yaxşıdan Aliyə kitabında. Möhtəşəm kitablar var, möhtəşəm kitablar var, dəhşətli. İnsan oxuyur, ilahi. Çünki ağıllı sözlər, ağıllı insanların fikirlərində, kitablarında səpələnib. Sən onu yığmalısan, o ləl-cəvahiratı. Uğurlu liderlər belədir, o deyir. Əgər uğur qazansalar, deyirlər ki, bizlik deyil, həmkarlarımızdır. Şirkət uğur qazanmayanda deyir, məsuliyyət məndədir. Mən adamlar tanıyıram, 50 yaşa, 60 yaşa çatıblar, hələ indiyə qədər də öz uğursuzluqlarında başqalarını günahlandırırlar. Mənlik deyil. Atam imkan vermədi, anam imkan vermədi. 60 yaşa çatıb, atası da dünyadan köçüb, qardaşım imkan vermədi, yoldaşım imkan vermədi. Bəs sən, yox, mən tərtəmizəm, mən mükəmməl insanam. Əzizim, bu həyatın yolu bu deyil. Dayan, bir düşün, fikirləş. Bu deyil. İstəyirsən belə qal, bir ömür. Yaşa və heç nə də yaratma. Məsuliyyəti öz üzərinə götür.